أعوذ بالله من الشيطان الرجيم من همزه ونفخه ونفثه. وإذ قال ربك للملائكة إني جاعل في الأرض خليفة قالوا أتجعل فيها من يفسد فيها ويسفك الدماء ونحن نسبح بحمدك ونقدس لك قال إني أعلم ما لا تعلمون. Bir zaman Rəbbin mələklərə mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm dedikdə, onlar, yəni mələklər, biz səni həmd səna ilə təriflədiyimiz və səni müqəddəs tutduğumuz halda sən orada fəsad törədib qan tökəcək kəsmi bərqərar edəcəksən demişdilər. O, yəni Allah Subhanahu taala buyurdu: şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. Və təfsirdə, şərhdə alimlər buyurur ki, yuxbirullahu Teala ennehu subhanehu qala lil mələikə innehu seyec'alu fil ard bəşəran yaxlufu ba'duhum ba'da للقيام بعماراتها على طاعة الله فسأل الملائكة ربهم سؤال الاسترشاد واستفهام عن الحكمة من جعل البني آدم خلفاء في الأرض وهم سيفسدون فيها ويريقون الدماء ظلما. Yani Uca Allah Subhanahu taala meleklere bildirdi ki, o yeryüzünde birbirinin yerini tutan, yani ardıcan, nəsil gələn və oranı Allahın itayəti üzrə abad etmək üçün bəşər yaradacaqdır. Mələklər doğru yolu tapmaq və anlamaq məqsədi ilə, yəni bu məqsədlə Rəblərindən Adəm övladlarının yer üzündə xəlifə edilməsinin hikmətini soruşdular. Halbuki onlar, yəni həmin insanlar orada fəsad törədəcək və zülmlə qan tökəcəklər. Və mələklər dedilər, yəni qaili ilə: "Və nəhnu əhlu ta'atik nunəzzihukə hamidinə lək və muazziminə cəlalək və kəmalək la nəfduru an zəlik." Və mələklər dedilər, biz sənə itayət edənlərik, səni həmd səna ilə pak tutur, təsbih edir, cəlalını və kəmalını uca tuturuq. Bundan heç vaxt yorulmuruq. Yəni belə bir sual kimi verirlər. Və əcəbəhumullahu an sualihim, və Allah Subhanahu taala onların sualına belə cavab verdi. İnni a'lamu ma la ta'lamuna minel hikami el-bahirati fi halqihim vel maqasitil azimeti min istihlafihim. Şübhəsiz ki, mən onların yaradılmasındakı möhtəşəm hikmətləri və xəlifə təyin edilmələrindəki uca məqsədləri bilirəm, siz isə bunları bilmirsiniz. وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فقال أنبئوني بأسماء هؤلاء إن كنتم صادقين. Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: doğru deyirsinizsə, bunların adlarını mənə bildirin. İndi burada məqsəd nədir? Şərhə baxırıq.
ولبيان منزلة الآدم عليه السلام علمه الله تعالى أسماء الأشياء كلها من الحيوان والجماد ألفاظها ومعانيها، ثم عرض تلك المسميات على الملائكة قائلا: أخبروني بأسمائها إن كنتم صادقين فيما تقولون أنكم أكرم من هذا المخلوق وأفضل minhu. Adəm əleyhissalamın məqamını, yəni üstünlüyünü bəyan etmək üçün Allah Subhanahu taala ona canlı və cansız olan bütün şeylərin adlarını, yəni həm sözlərini, həm də mənalarını öyrətdi. Sonra həmin adlandırılan şeyləri mələklərə göstərərək buyurdu: Əgər dediyinizdə bu məxluqdan, yəni insandan daha kəramətli və daha üstün olduğunuz barədə sadiqsinizsə, mənə bunların adlarını xəbər verin. قالوا سبحانك لا علم لنا إلا ما علمتنا إنك أنت العليم الحكيم. Onlar dedilər: Sən pak və müqəddəssən. Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir biliş yoxdur. Həqiqətən sən bilənsən, hikmətlisən. Və şərhdə buyurulur ki, Qalu mu'tarifina bi naqsihim murci'ina al-fadla ila Allah. Nunazzihuka ve nuazzimuka ya Rabbana anil i'tiradi aleyke fi hukmika ve şer'ik. فنحن لا نعلم شيئا إلا ما رزقتنا علمه إنك أنت العليم الذي لا يخفى عليك شيء الحكيم الذي تضع الأمور في مواضعها من قدرك وشرعك. Və yəni mələklər öz naqisliklərini etiraf edərək və üstünlüyü, yəni fəziləti Allaha qaytararaq ki, yəni bu hər şey üstün eləyən Allahdır, dedilər: Ey Rəbbimiz, sənin hökmünə və şəriətinə etiraz etməkdən səni pak tutur və ucaldırıq. Biz səni bizə bəxş etdiyin elmdən başqa heç bir şey bilmirik. Yəni biz sənin bizə öyrətdiyindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, sən heç bir şeyi səndən gizli qalmadığı və hər şey öz qədərində və şəriətində yerli yerində edən alimsən, həkimsən, yəni hikmət sahibisən. قال يا آدم أنبئهم بأسمائهم فلما أنبأهم بأسمائهم قال ألم أقل لكم إني أعلم غيب السماوات والأرض وأعلم ما تبدون وما كنتم تكتمون. Və Allah Subhanahu taala buyurdu: Ey Adəm, bunların adlarını mələklərə bildir. O bunların adlarını mələklərə bildirsə, Allah buyurdu: Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm. İndəizin qalallahu Teala li Adəmə əxbirhum bi əsməi tilkəl müsəmmiyyət fələmmə əxbərəhum kəmə alləməhu Rabbuh
Qalallahu lil mələikəti ələm əqul ləkum inni a'lamu ma xafiyə fis səmavati və fil ard və a'lamu ma tuzhiruna min əhvalikum və ma tuhaddithuna bihi ənfusakum. Yəni o zaman Uca Allah Adəmə buyurdu. Həmin adlandırılan şeylərin adlarını onlara xəbər ver, mələklərə yəni. O Rəbbini ona öyrətdiyi kimi mələklərə adları xəbər verdikdə Allah mələklərə belə buyurdu. Məgər sizə demədimmi ki, mən göylərdə və yerdə gizli qalan hər şeyi bilirəm. Mən sizin həm aşkara çıxartdığınız hallarınızı, həm də daxilinizdə, yəni öz-özünüzə danışdıqlarınızı, gizli saxladıqlarınızı bilirəm. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ. Bir zaman biz mələklərə Adəmə səcdə edin, yəni hörmət olaraq dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O, İblis isə imtina edib, təkəbbür göstərdi və kafirlərdən oldu. Yubeyyinullahu Teala ənəhu əmərə el-mələikətə bis-sucud li Adəmə sucudə təqdirin və ihtiramin. فسجدوا مسارعين لامتثال أمر الله إلا ما كان من الإبليس الذي كان من الجن فامتنع اعتراضا على أمر الله له بالسجود وتكبرا على آدم فصار بذلك من الكافرين بالله Teala. Sonra Allah Subhanahu taala bəyan edir ki, o mələklərə Adəmə təqdir və ehtiram səcdəsi ilə səcdə etməyi əmr etdi. Onlar Allahın əmrinə tabe olmaq üçün tələsərək səcdə etdilər. Yəni mələklər dərhal səcdə etdilər. Yalnız cinlərdən olan İblis, yəni bu məsələdən boyun qaçırdı. O Allahın səcdə əmrinə etiraz edərək və Adəmə qarşı təkəbbür göstərərək səcdədən imtina etdi. Beləliklə o uca Allahı inkar edən kafirlərdən oldu. وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ. Biz dedik, ey Adəm, sən zövcənlə birlikdə cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için. Təkcə bu ağaca yaxınlaşmayın, yoxsa zalimlardan olarsınız. Bu ayənin şərhində və qulnə ya Ədəmu uskun əntə və zəvcük Havva əl-cənnətə və kulə minhə əklən həniyən vasiən la munağqisa fihi fi eyyi məkanin minəl cənnə və iyyəkuma ən təqrabə həzihi şəcərə əlləti nəhaytukuma anil əklir minhə fətəkuna minəl zaliminə bi'asyan mə əmərtukum bihi. Biz belə buyurduq, ey Adəm, sən və zövcən, yəni Həvva, cənnətdə məskunlaşın. Oranın hər yerindən heç bir çətinlik və kədər olmadan bol-bol və rahatca yeyin. Lakin sizə yeməyi qadağan etdiyim bu ağaca yaxınlaşmayın. Yoxsa əmrimə asi olmaqla özünüzə zülm edənlərdən
olarsınız. فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ. Şeytan isə onları o ağaca yaxınlaşdırmaqla aldadıb olduqları yerdən çıxartdı. Biz dedik, bir-birinizə düşmən olaraq aşağı enin. Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün güzaran vardır. Deməli 36-cı ayətin şərhində alimlər buyurur: "Fələm yəzəl əş-şeytanu yuvasvisu ləhumə və yuzeyyinu hatta əvqa'ahuma fi əz-zəlali və xati'ə bil əkli min tilkəş-şəcərətilleti nəhəhumallah anha. فكان جزاؤهما أن أخرجهما الله من الجنة التي كان فيها وقال الله لهما وللشيطان انزلوا إلى الأرض بعضكم أعضاء ببعض ولكم في تلك الأرض استقرار وبقاء وتمتع بما فيها من خيرات إلى أن تنتهي أجالكم وتقوم الساعة." Şeytan onlara vəsvəsə verməyə və haramı bəzəyib göstərməyə davam etdi. Nəhayət Allahın onlara qadağan etdiyi həmin ağacdan yeməklə onları xətaya və günaha sürüklədi. Bunun cəzası olaraq Allah onları olduqları cənnətdən çıxardı. Allah onlara və şeytana belə buyurdu: Bir-birinizə düşmən olaraq yer üzünə enin. Əcəlləriniz bitənə və qiyamət qopana qədər yer üzündə sizin üçün məskunlaşma, qalma və oradakı nemətlərdən faydalanma imkanı, şəraiti vardır. فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ. Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr, ləfzlər öyrəndi. O da onun tövbəsini qəbul etdi. Həqiqətən də o tövbələri qəbul edəndir, rəhimlidir. Şərhə baxaq. فَأَخَذَ آدَمُ مَا أَلْقَى اللَّهُ إِلَيْهِ مِنْ كَلِمَاتٍ وَأَلْهَمَهُ الدُّعَاءَ بِهِنَّ وَهِيَ الْمَذْكُورَةُ فِي قَوْلِهِ تَعَالَى. Deməli, Adəm Allahın ona öyrətdiyi, verdiyi, çatdırdığı kəlmələri qəbul elədi və Allah ona bu kəlmələrlə dua etməyi ilham elədi. İlham etdi. Həmin kəlmələr Uca Allahın bu ayəsində, yəni zikr olunmuşdur. Ayədə nə deyir? Qalə Rabbənə zaləmnə ənfusənə və in ləm təğfir lənə və tərhəmnə lənəkunənnə minəl xasirin. Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlamasan və bizə rəhm etməsən, biz mütləq ziyana uğrayanlardan olarıq. فَقَبِلَ اللَّهُ تَوْبَتَهُ وَغَفَرَ لَهُ فَهُوَ سُبْحَانَهُ كَثِيرُ التَّوْبَةِ عَلَى عِبَادِهِ رَحِيمٌ بِهِمْ. Və Allah Subhanahu taala beləliklə onun tövbəsini qəbul etdi və onu bağışladı. Yəni şübhəsiz ki, o bəndələrinin tövbəsini çox qəbul edən, yəni Tavvabdır. Çox qəbul edən, tövbələri çox qəbul edən və onlara qarşı rəhimlidir. Və burada ayətlərdən çıxan faydalara baxaq.
El-vacibu alel-mu'min izə xafiyyət aleyhi hikmətullahi fi ba'di xalqihi və əmrihi ən yüsəllimə lillahi fi xalqihi və əmrihi. Deməli, çox gözəl faydadır qardaşlar. Deyir ki, müminin vəzifəsi nədir? Əgər Allahın yaratdıqlarında və ya əmrlərindəki hikmət möminə gizli qalarsa, yəni onu dərk edə bilməzsə, ona vacib olan odur ki, Allahın yaratdıqları və əmrləri barəsində Allaha təslim olsun, ona təslim olsun. İkinci fayda, rafa'al Qur'anəl kərimə mənzilətəl ilm və ca'alehu səbəbən littafdili beynəl xalq. Yəni, elmin ucalığı faydasıdır. Yəni, Quran-ı Kərim elmin məqamını ucaltmış və onu məxluqat, yəni insanlar və digər varlıqlar arasındakı üstünlük səbəbi etmişdir. Yəni, Quranda gördüyümüz kimi elmə necə də üstünlük verilir. Elm dedikdə qardaşlar, ilk növbədə Rəbbimizi tanımaqdır. Sonra insanlara lazım olan məsələlər. Yəni, Allahı tanımaq, Rəbbini bilmək, Peyğəmbərini tanımaq və dinini öyrənməkdir. Deməli, üçüncü fayda, əl-kibru huvə rə'sul məasi. Yəni, təkəbbür, lovalıq, günahların nə idi? Başıdır. Və əsasu kulli bəlain yənzilu bil xalq və huvə əvvəl məsiyyətin usiyallahu bihə. Məxluqatın başına gələn hər bir bəlanın əsasıdır. Yəni, təkəbbürlük nəymiş? Günahların başıdır. Məxluqatın başına gələn hər bir bəlanın əsasıdır və Allaha qarşı edilən ilk günahdır. İlk günah nəymiş? Təkəbbürlük, lovğalıq. Allah Teala deyir, səcdə et, səcdə etmədi. Keçək inşallah növbəti ayətə.